Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Allah'ın salavatı ve selamı üzerinize olsun. Allah Teala gelen günlerinizi hayran ve derlesin, işlerinizi avant eləsin. Məfatihül Cənnət kitabında yazılıb ki, 4 nəfərin qolları cihadda Allah Teala yolunda kəsilib. Əvvəl Cənab-ı Cəfər-i Təyyarın qolları. Cəfər bildiğiniz kimi Ali Aleyhisselam'ın qardaşıdır ki, Mu'tə döyüşündə, Rumlularla olan döyüşdə qolları deməli qələm olub. İkinci Vahab İbni Cənab-ı Kəlbinin qolları İmam Hüseyin Aleyhisselam'ın qabağında Aşura günü. Üçüncü Hazreti Əbülfəzl Abbas Aleyhisselam'ın qolları Fərat kənarında. Dördüncü isə İmam Hüseyin Aleyhisselam'ın mübarək əlləri qətligahidə, Bənd-i Camənin üstündə, yəni alt paltarın bağlanan yerində. Amma Cəfər-i Təyyarın fəziləti haqqında İmam Hüseyin Aleyhisselam Aşura günü o məlumlara tamam hüccət edəndə o Cənaba fəxr edib buyurdu. Kimin əmisi mənim əmim kimi, yəni Cəfər-i Təyyara bərabər ola bilər ki, Allah Teala ona 2 qanad əta etdi. 2 qollarının əvəzində ki, behiştdə mələklər ilə uçar. Cəfər-i Təyyarı Həzrəti Resulü Xuda sallallahu aleyhi və səlləm 3000 qoşuna sərgərdə və ələmdar edib davaya göndərdi. Amma kafir qoşunu 100.000 nəfər idi. Cənab-ı Cəfər qoşunu ilə birlikdə mənzil və mənzil gəlib, tayin ki, Mu'tə adlı bir mənzildə kafir ləşkəri ilə üz-üzə oldular və səf aralıq etdilər, yəni üz-üzə dayandılar. Elə ki, dava başladı, Cənab-ı Cəfər öz qoşununun azlığından və kafirlərin çoxluğundan qorxmayıb diliranə düşmənə həmlə edirdi. Hədislərdə nəql olunub ki, Resulü Xuda sallallahu aleyhi və səlləm möcüze-i nübüvvət ilə Mədinədən Cənab-ı Cəfərin ələm əlində düşmən qoşununa, ələm yəni bayrağı əlində düşmən qoşununa həmlə edib və necə dava etməsini Mədinədə ətrafında olan əshabələrinə və əhl-i beytinə danışırdı. Tayin ki, Cənab-ı Cəfər qızğın dava edəndə kafir qoşunundan bir məlun kəmin edib, yəni izləyib və ya arxadan bir qılınc Cənab-ı Cəfərin sağ qolundan vurub Cəfərin qolunu kəsdi və yerə saldı. Cənab-ı Cəfər qılıncı sol əlinə alıb cihad etməyə başladı. Tayin ki, bir alayda məlum fürsət tapıb bir qılınc Cəfərin sol qolundan vurub Cəfərin sol qolunu da yerə saldı. Qılınc Cəfərin əlindən yerə düşdü. Bayraq da yerə düşmək istəyəndə 2 dirsəkləri ilə ələmi tutub sinəsinə yapışdırdı ki, ələm yatmasın, yəni bayraq yatmasın, yəni yerə yıxılmasın ki, İslam qoşunu qaçmayıb müharibəni davam
etsinlər. Sonra üzünü Mədinə səmtinə döndərib səsləndi. Esselamu aleykə ya Resulallah, salamun la təlaqi ləhu bəədən əbədə. Yəni mənim salamım sənə olsun ey Allahın yeryüzündə olan Resulü. Bir şəxsin salamı kimi ki, bundan sonra bir də səni və mübarək üzünü görməyəcəyəm. Bu əsnada bir məlun bir qılınc Cəfərin başından vurub atından yerə saldı. Resul-i Xuda bu olanları görürdü. Peyğəmbərimizin möcüzələrindən biri də bu idi ki, yəni bizim Peyğəmbər sallallahu necə ki qarşını gördüyü kimi arxanı da görürdü. Eyni zamanda yaxını necə görürdüsə, uzağı da elə görürdü. Yəni bunlar Peyğəmbərin möcüzələrindəndir. Belə ki, bir insan birine bir söz deyəndə onu bildiği kimi bizim Peyğəmbər sallallahu qeybləri də bilirdi. Yəni nə baş verəcək, kimin başına nə gələcək. Necə ki İmam Həsənin, İmam Hüseynin və Əli əleyhissalamın və bəzi səhabələrin haqqında qabaqcadan xəbər verib bunları. Yəni bunlar bizim Peyğəmbər sallallahu aleyhi və səlləmin möcüzətlərindən olan işlər idi. Resul-i Xuda bu olanları görürdü və olanları əshaba xəbər verirdi. Həzrəti Rasulun səhabələri Cənab-ı Cəfərin bu müsibətlərinə çox ağladılar. Resul-i Xuda yenə də qoşunun kafirlərlə dava etməsinə baxırdı. Gördü kafirlərin qoşunundan bir neçə nəfər töküşüb, nizələrini Cənab-ı Cəfərin yaralı nəşinə vurub, Cəfərin nəşini nizənin ucunda havaya qaldırdılar. Resul-i Xuda bunu da əshaba xəbər verdi və əshabələr çox ağlaşdılar. Ondan sonra Cənab-ı Resul-i Xuda mütəvəccih dərgah ilahi olub ərz elədi. Xudaya mənim əmim oğlu Cəfəri düşmənlər əlində zəlil və rüsvay eyləməm. Həzrətin duası tamam olacaq. Xudavənd-i aləm Peyğəmbərimizin duasına görə iki qanat Cənab-ı Cəfərə kəramət edib, hökm etdiyi nizələrin başında cənnətə tərəf uçdu. Bu səbəbə Cəfər-i Təyyar, ona Cəfər Təyyar, yəni uçan deyirlər. Aşura günü Züheyr İbn-i Qeyl Həzrətin əshabından gəldi Cənab-ı Abbasın xidmətinə. O vaxt Əbəlfəzl Abbas atası var olmuşdu. Ərz elədi, ey Əmirəl-Müminin oğlu, ya Əbəlfəzl, izin verirsən ki, sizə bir hədis ərz edim. Əbəlfəzl Abbas buyurdu, bəli, ərz eylədi. Sənə fədə olum, o vaxt ki, atan Əmirəl-Müminin əleyhissalam istədi ki, sənin anan Ümmül Bənini öz nigahına gətirsin. Odur ki, Əli əleyhissalam əmin əqil ki, ərəblərin cümləsinin həsəb, nəsəb və şücaət və rəşadətlərinə cümlə insanlardan alim İraq idi. Yəni, cəmi taifələrin əsl nəsəblərini yaxşı tanıyırdı. Belə insana nəsəbşünas deyilir. Yəni, qəbilələri tanıyan, onu öz hüzuruna istəyib, buyurdu, qardaş əqil, istəyirəm məndən ötəri bir sahibi həsəb, nəsəb və şücaət və rəşadətli qəbilədən bir əyal alasan ki, uca boy, enli kürək, qolu uzun, qıçları, topuqları yoğun, sifətlərə malik olsun. Əshabələrdən bəziləri dedilər, ya Əli, biz elə hesab edirdik ki, sən
Fatıma-i Zəhra salamullah aleyhadan sonra eğer ihtiyar etmezse Ali aleyhisselam buyurdu. Siz mən biləni bilmirsiniz. Mənim oğlum Hüseyni Kərbəla deyilən bir yerdə təkləyəcəklər. Mən ailə iradə etməkdə, yəni belə bir ailə iradə etməkdə məqsədim budur ki, ondan şücaətli bir oğul dünyaya gəlsin. Bəlkə Xudavənd aləm o övrətdə mənə bir şücaətli və rəşadətli oğul kəramət edər ki, Aşura günü Kərbəla adlı yerdə mənim oğlum Hüseynə kömək ola və əhl-i beytimə himayət edib canını Hüseynə qurban edər. Bəs sənə fəda olum. Əl-an Əmir-əl-Möminin əleyhissalam səni bugünkü gündən ötəri ehtiyat qərar qoyub. Ağa, bu həmin atam buyuran Aşura günü və bu da Kərbəladır. Bu sən, bu qardaşın Hüseyin köməkləri əldən gedib və ayalı susuz qalıb. Mələklər ətrafını alıb, Əl-an Əli əleyhissalamın qərar etdiyi gündür. Elə ki, bəşəriyyətin şücaətlisi Həzrəti Əbbas əleyhissalam bu sözləri Züheyr İbn-i Qeynindən eşitdi. Qeyrətində mübarək bədəni titrəyib, rəngi tutuldu. Uqabın üstündə mübarək ayaqlarını rükabda möhkəm edib, sərv ağacı kimi qəddini düz edəndə rükablar o Rəşid ağanın ayaqlarının altında tab gətirməyib qırıldı. Züheyrə mütəvəccih olub buyurdu. Ya Züheyr, bil ki, bugünkü gündə bu növ sözlər ilə Əbbası qeyrətə gətirirsən, and olsun Allah, bugün qardaşım Hüseynin qarşısında, bu Kərbəla meydanda elə qılınc vurub şücaət göstərəcəyəm ki, onun misli heç vaxt görünməmiş olsun. Vaxtı ki, Həzrəti Əbbas əleyhissalam gördü ki, Bəni Haşim cavanlarından və əshabələrdən çoxları şəhid oldu. Bəs öz ana qardaşlarını huzuruna çağırıb buyurdu. Ey anam oğlanları, Abdullah, Cəfər, Osman, sizin şəhid olmaqdan savab bir nigarançılığınız yoxdur. Çünki nə əyalınız var, nə övladınız ki, siz şəhid olandan sonra onların barələrində nigaran olasınız. Gedin Fatıma balasından rüxsət meydan alıb, canınızı ona fəda edin. Ta mən gözümlə görüm, siz Allah yolunda və Resulü Xuda sallallahu aleyhi və səlləmin rizayətində necə qılınc vurub cannisar olacaqsınız. Elə ki, Cənab-ı Abbasın qardaşları Abbasdan bu sözləri eşitdilər. Əvvəl Abdullah əsləhət cəng geyinib, imamdan izin alıb meydana gedib, rəciz oxuyub bir qədər onlara muizə və nəsihət edəndən sonra o məlunlara həmlə elədi. Şiranə dava edib, çox məlunlardan cəhənnəmə vasil edəndən sonra şiddət atəş ona əl verib, kari yaralar bədəninə yetişdi. Tayin ki, Hani Xəzrəmin məlun ona həmlə edib, neçə zərbə şəmşir və nizə aralarında rəddi bədəl oldu. Abdullahın yaralarından çox qan getdiyinə görə ona zəiflik ariz olmuşdu. O məlun fürsət tapıb bir qılınc o cavanın başından vurdu. Abdullah bu yaraya tab gətirməyib, atından yıxılıb şəhid oldu. Ruhi Paki Beyşdə pərvaz elədi. Ondan sonra Cəfər İbni Əli əleyhissalam meydana gedib çox şücaətlər göstərdi. Elə ki, qəvi heykəl məlunlardan cəhənnəmə vasil elədi. Yenə də Hani məlun Cəfəri də şəhid elədi. Ondan sonra Osman İbni Əli əleyhissalam meydana gedib rəciz oxuyub məlunlara həmlə elədi. Necə tanınmış
məlunlardan, neçə tanınmış məlunlardan cəhənnəmə vasil edib, şiiri qəzəb alud kimi nərə vurub, qılınc çalırdı. Tayin ki, Xuli İbni Yezid Əsbəhi məlun, uzaqdan bir ox, çillə-i kamana qoyub, o cavanı mübarək ürəyinin başından vurub, yerə yıxdı. Bəni Darəm qəbiləsindən bir məlun, onun başını kəsib, şəhid eylədi. Məfatul Cənnə kitabında yazır. 2 nəfər çox möhkəm dost idi. Bunlardan biri vəfat edir. Bir müddətdən sonra qalan dostu yatıb, aləm-i rüyada, yəni yuxuda öz ölən dostunu görür. Onun baş barmağını möhkəm tutub, qəbr evində insan öldükdən sonra ona əsasən nə kömək etməsini ondan soruşur. O meyyit deyir, bunu deməyə bizə icazə verilmir. Onun dostu çox təkid və andlar ona verir. Amma meyyit deyir, məmur deyilik. Birdən diri qalan dostun yadına düşür ki, ölən dostu hali həyatında Həzrəti Əbbasa çox məhəbbəti var idi. Odur ki, deyir, səni and verirəm ağam Həzrəti Əbbasa xatir və sənlə şərt edirəm ki, bir dəfə sənin tərəfindən Həzrəti Əbbası ziyarət edərəm. Gərək qəbir əhvalatını mənə xəbər verəsən ki, bilim hansı əməl qəbirdə daha yaxşı nicat verir. O meyit bu sözləri eşitcək deyir, ey Rəfiq, bilginən ki, axirət evində əsasən insana nicat verən biri İmam Hüseyin əleyhisselamı ziyarət etmək və imamın əshabələrini ziyarət etmək, biri də o büzürgvarın özünə və övladına və əshabına ağlamaq nicat verir. Bir də din qardaşlarına kömək etmək.